Salam əziz izləyicilər, mən sizin riyaziyyat müəlliminiz Nəzrin İsmayıllı. Bugün sizlərlə birlikdə ədədi ardıcıllıqlar və silsilə mövzusunun izahına baxacağıq. Ədədi ardıcıllıqlar nədir? Natural ədədlər çoxluğunda təyin olunmuş funksiyaya ədədi ardıcıllıqlar deyilir. Ədədi ardıcıllıqda iştirak edən ədədlərə ədədi ardıcıllığın hədləri deyilir. Ədədi ardıcıllığın hədləri A1, A2, nöqtə-nöqtə AN ilə işarə olunur. A1 adlanır birinci hədd, A2 adlanır ikinci hədd, AN isə adlanır n-ci hədd. Ədədi ardıcıllıqlarda hədlərdən danışdıqdan sonra ədədi ardıcıllıq iki üsulla verilə bilər. Düstur üsulu ilə, məsələn, deyək ki, AN ardıcıllığımız bərabərdir. Daha doğrusu xn yazaq gəlin. Xn bərabərdir 1 bölünsün m plus 1 ardıcıllığı verilmişdir. Bu ardıcıllığın düsturla verilməsidir. Ardıcıllıq rekurrent üsulla da verilə bilər. Rekurrent üsulla verilən ədədi ardıcıllıqlar necə olur? Rekurrent üsulla verilən ədədi ardıcıllıqlarda birinci ardıcıllıqdan digər ardıcıllıq üçün istifadə edilir. Bu nə deməkdir? Yəni, məsələn, A2 ardıcıllığını tapmaq üçün biz birinci ardıcıllıqda A2-ni tapmalıyıq. Buna aid bir misala baxaq. Əvvəlcə ikinci suala baxaq. Xn ardıcıllığının 9-cu həddini tapın. Bizə 9-cu hədd dediyi üçün bir də onu qeyd etmək istəyirəm ki, ardıcıllığın hədlərindəki buradakı n həmişə natural ədədlər olmalıdır. Yəni, birdən böyük ədədlər olmalıdır. Ardıcıllığın 9-cu həddini tapın dediyi üçün biz n-in yerinə 9 yazmalıyıq. N bərabərdir 9-a. N-in yerinə x9-u tapmaq üçün n-in yerinə 9 yazacağıq. 3 bölünsün mənfi 1 üstü 9 bərabərdir 3 bölünsün. Mənfi 1 üstü 9 mənfi ədədin tək dərəcədən qüvvəti mənfi verdiyi üçün və mənfi 1-i 9 dəfə bir-birinə vurduqda mənfi 1 alındığı üçün cavab mənfi 1 olacaq və 3-ü mənfi 1-ə böldükdə isə bizim cavabımız olacaq mənfi 3. Yəni, buna görə ikinci sualda cavabımız D variantı olacaq. Sonra 6-cı suala baxaq. 6-cı sualda ardıcıllığın 3 həddinin cəmini soruşur. Əvvəlcə ardıcıllığın hədləri cəmi nə ilə işarə olunur? Necə olur? Ondan danışaq. İlk n həddin cəmi, yəni A1, A2, AN hədlərinin cəmi Sn ilə işarə olunur. Sn ilk n həddin cəmi deməkdir. İlk n həddin cəmi. Bu nə deməkdir? Yəni, Sn bərabərdir hədlərimizin n-ci həddinəcən cəmi. A1, A2, A3, üstəgəl, nöqtə-nöqtə, yəni n-ci həddəcən cəmləmək lazımdır, yəni toplamaq lazımdır Sn-i tapmaq üçün. İlk n həddin cəmini belə də ifadə edə bilərik. N-ci həddi tapmaq üçün Sn çıxılsın Sn-1-dən istifadə olunur. Bu düsturu isbat edə bilərik ki, niyə AN-ə alınır? Sn ilk n həddin cəmidir. Yəni, A1 üstəgəl A2 üstəgəl nöqtə-nöqtə üstəgəl AN. Çıxılsın Sn-1 isə A1 üstəgəl A2 üstəgəl nöqtə-nöqtə üstəgəl AN-1-ci həddə qədər cəmdir. Qabaqda mənfi işarəsi olduğu üçün və mötərizənin qarşısında mənfi işarəsi olduqda, mötərizənin içərisindəki ədədlərin, ifadələrin işarəsi dəyişdiyi üçün mənfi A1 çıxılsın A2 çıxılsın nöqtə-nöqtə çıxılsın AN-1 olacaq. A1-lər gedəcək, islah gedir. A1-dən A1 çıxdıqda 0, A2-dən A2 çıxdıqda 0 və burada AN-dən əvvəl AN-1-ci həddimiz var deyə AN-1-lər də islah gedəcək. Bizdə sadəcə bərabər qalacaq AN. Yəni, bu düsturu isbat etmək istəsək belə edə bilərik. AN bərabərdir Sn çıxılsın Sn-1-ə.
İlk n həddin cəminə aid bir misala baxaq. Ümumi həddi olan AN ardıcıllığın ilk 3 həddinin cəmini tapın. İlk 3 həddin cəmini soruşduğu üçün, yəni bizdən A1 üstəgəl A2 üstəgəl A3-ü soruşur. Biz də nə edirik? A1-i tapmalıyıq, A2-ni tapmalıyıq və A3-ü tapıb sonda cəmləməliyik. Əvvəlcə A1-i tapaq. A1 bərabərdir. N-in yerinə 1 yazdıq deyə ifadəmizdə də N-in yerinə 1 yazacağıq. Yəni 2 çıxılsın 1, bölünsün, 2 vurulsun 1. Bərabərdir. 2-ni 1-ə vurduqda 2, 2-dən 1 çıxdıqda 1. Deməli, birinci həddimiz 2-də 1-ə bərabər imiş. İkinci həddi tapaq. İkinci həddi tapmaq üçün n-in yerinə 2 yazmalıyıq. 2 çıxılsın 2, bölünsün, 2 vurulsun. N-in yerinə 2 yazdığımız üçün 2-yə vuracağıq. 2-dən 2 çıxdıqda 0, 2-ni 2-yə vurduqda 4. 0-ı 4-ə böldükdə isə 0 alınacaq. Üçüncü həddimizi tapaq. A3 bərabərdir. N-in yerinə 3 yazacağıq. 2 çıxılsın 3, bölünsün, 2 vurulsun 3 olacaq. 2-dən 3 çıxdıqda -1, 2-ni 3-ə vurduqda 6. Yəni cavabımız -6-da 1 olacaq. Sonda 3 həddin cəmini soruşduğu üçün birinci həddlə ikinci hədd və üçüncü həddi toplamalıyıq. 2-də 1-in üzərinə 0 gəldikdə onsuz da 2-də 1 alınacaq. 2-də 1-in üzərinə sadəcə gələk -6-da 1. Təbii ki də ortaq məxrəc tapmalıyıq. 2 ilə 6-ya ortaq məxrəc 6 olduğu üçün 2-ni vurmalıyıq 3-ə. 1-i 3-ə vurduqda 3, üstəgəl -6-da 1. 6-da 3-ün üzərinə isə -6-da 1 gəldikdə alınacaq 6-da 2 və böyük ədədimizin işarəsi müsbət olduğu üçün müsbət 6-da 2 alınacaq. 6-da 2-ni isə ixtisar edəcəyik. Cavabımız olacaq 3-də 1, yəni Y variantı. 8-ci suala baxaq. 8-ci sualda rekurrent münasibətdir. A1-i verilib bizdə. AN plus birinci həddimiz verilib. Verilmiş ardıcıllığın ilk 3 həddinin cəmini soruşur yenə. İlk 3 həddin cəmi dediyi üçün biz A1, A2 və A3-ü toplamalıyıq. A1, A2, A3-ü necə tapacağıq? Əvvəlcə A1-ci həddimiz bizdə verilib. Gəlin A2-ci həddi, yəni ikinci həddi tapaq. İkinci həddi necə tapmalıyıq? İkinci həddi tapmaq üçün bizdə AN plus 1 verilmişdir. Biz ikinci həddi tapmaq üçün N-in yerinə 1 yazmalıyıq. Niyə? Çünki 1-in üzərinə 1 gəldikdə 2 edəcək. Yəni A2-ni tapmış olacağıq. Ona görə N-in yerinə yazacağım 1. A, 1 üstə gəlinsin 1 bərabərdir 2. A, N-in yerinə 1 yazdığım üçün N-in yerinə 1 yazacağım. 2A1 üstə gəlinsin 3-ə. A1-i bizə sualın şərtində 5 verdiyi üçün 2 vurulsun 5, üstünə gəlinsin 3 olacaq. 2-ni 5-ə vurduqda 10, onun üzərinə 3 gəldikdə 13. Birinci həddimiz oldu, bizə 5 vermişdi. İkinci həddimizi tapdıq ki 13-dür. Sadəcə qaldı üçüncü həddimiz. Üçüncü həddi tapaq. Üçüncü həddi tapmaq üçün N-in yerinə 2 yazmalıyıq. Nəyə görə? Çünki N-in yerinə 2 yazdıqda 2-nin üzərinə 1 gəldikdə 3 edəcək. N-in yerinə 2 yazaq. 2AN. AN-imiz 2 olduğu üçün, yəni N-imiz 2 olduğu üçün N-in yerinə 2 yazaq. Üstə gəlinsin 3 bərabərdir. 2 vurulsun. A2-miz 13 tapdığımız üçün 13 yazacağıq. Üstə gəlinsin 3-ə. 2-ni 13-ə vurduqda 26, 26-nın üzərinə 3 gəldikdə 29. Sonda ilk 3 həddin cəmini soruşduğu üçün S3 bərabərdir A1, üstə gəlinsin A2, üstə gəlinsin A3-ü tapırıq. Yəni verilən həddlərimizin cəmini tapmalıyıq. 5 üstə gəlinsin 13, üstə gəlinsin 29. 5-in üzərinə 13 gəldikdə 18,
18-in üzərinə 29 gəldikdə isə cavab alınacaq 47. Yəni cavabımız 47 C variantıdır. 8-ci suala baxdıqdan sonra başqa misala baxaq. 14-cü misala baxaq. 14-cü misalda bizə AN-ci həddi verib və ardıcıllığın 100-ə bərabər olan həddinin nömrəsini soruşur. Necə tapacağıq? 100-ə bərabər dediyi üçün verilmiş həddi 100-ə bərabər edirik. Yəni, n kvadratı çıxılsın 8-in üstünə gəlinsin 80 bərabərdir 100 edəcəyik. 100-ü sol tərəfə keçiririk. N kvadratı çıxılsın 8-in üstə gəl 80 müsbət 100-dür. Sol tərəfdə mənfi 100 olacaq. Bərabərdir 0-a. N kvadratı çıxılsın 8-in 80-dən 100 çıxdıqda mənfi 20 bərabərdir 0-a. Kvadrat tənlikdir. Kvadrat tənlik çevrilmiş kvadrat tənlikdir. Gəlin Viet teoremindən tapaq. Tənliyin kökləri cəmi bərabər olmalıdır əks işarə ilə. Mənfi 8-in əksinə, yəni 8-ə. Tənliyin kökləri isə hasili bərabər olmalıdır. Mənfi 20-yə, yəni C-yə. Düşünək, toplayanda 8, vuranda 20 edən ədədlər olacaq 10-dan mənfi 2. Çünki onun üzərinə mənfi 2 gəldikdə 8 edir, onu mənfi 2-yə vurduqda mənfi 20 edir. Deməli, biz n, yəni birinci kökümüzü 10 tapdıq, ikinci kökümüzü mənfi 2 tapdıq. Lakin mənfi 2-ni götürə bilmərik. Niyə? Çünki dedik AN-də n-ci hədd, yəni n həmişə natural qiymətlər almalıdır, birdən böyük. Mənfi 2 ala bilmədiyi üçün cavabımız olacaq 10-cu həddə, yəni C variantı. Ədədi ardıcıllıqlardan danışdıqdan sonra keçirik ədədi silsiləyə. Ədədi silsilə. İkinci həddən başlayaraq özündən sonra gələn həddən müəyyən qədər və yaxud da müəyyən vahid fərqlənən ədədlərə, ədəd ardıcıllığa daha doğrusu, ədədi silsilə deyilir. Məsələn, deyək ki, 2, 5, 8, 11, 14 və s. 2-nin üzərinə 3 gəldikdə 5 edir, 5-in üzərinə 3 gəldikdə 8 edir. 8-in üzərinə 3 gəldikdə 11 edir, 11-in üzərinə 3 gəldikdə 14 edir. Yəni, özündən sonraki ədədlər eyni bir ədəd qədər artırsa və yaxud da azalırsa, belə ardıcıllıqlara ədədi silsilələr deyilir. Ədədi silsilədə birinci həddimiz A1-dən işarə olunur. İkinci həddimiz A2 ilə işarə olunur. N-ci həddimiz isə AN ilə işarə olunur. Həmçinin ədədi silsilədə biz silsilə fərqi anlayışını daxil edəcəyik. Silsilə fərqi nədir? Silsilə fərqi adından da göründüyü kimi fərqdir. Yəni, iki ədəd arasındakı nə qədər artım və yaxud azalma olduğunu bildirir. Silsilə fərqini tapmaq üçün İkinci həddən birinci həddə çıxırıq və yaxud da üçüncü həddən ikinci həddə çıxırıq. Eyni bir ədəd alındığı üçün istədiyimiz həddi digər əvvəlkini çıxa bilərik. Deməli, silsilə fərqinin ümumi şəkli belədir. AN çıxılsın AM minus 1. Yəni, özündən əvvəlki hədlə fərqinə bərabərdir silsilə fərqi. Silsilə fərqini tapmaq üçün başqa bir düsturumuz da var. AN çıxılsın AM bölünsün N çıxılsın M düsturundan da istifadə olunur. Bu nə deməkdir? Tutaq ki, deyir AM bərabərdir 12-yə, AM bərabərdir 9-a. Silsilə fərqini tapın. Silsilə fərqini tapmaq üçün nə edəcəyik? Silsilə fərqini üzrlü sayın. Gəlin burada AN ilə AM-ə rəqəmlər verim. 3 verim. Tutaq ki, buna da 1 verim.
Silsilə fərqini tapmaq üçün nə edəcəm? Düsturumdan istifadə edəcəm. AN-dən AM-i çıxacam. Yəni 12-dən 9-umuzu çıxacağıq. Və verilmiş indeksləri, yəni N-dən də M-i çıxacağıq. 3-dən isə 1 çıxmalıyıq. 12-dən 9 çıxdıqda edir 3. 3-dən 1 çıxdıqda edir 2. 3-ü isə 2-yə böldükdə edəcək 1,5. Deməli, silsilə fərqimiz 1,5-ə bərabərdir. Həmçinin ədədi silsilədə SN ilk N həddin cəmini də daxil edəcəyik. SN nə idi? A1, A2, nöqtə, üstə gəlinsin AN, yəni ilk N həddin cəminə bərabərdir. Həmçinin ədədi silsilədə AN-i tapmaq üçün bayaqki SN çıxılsın SN-1 düsturundan da istifadə edirik. Qeyd etmək lazımdır ki, bu düstur həm ədədi silsilədə, həm həndəsi silsilədə, həm də ədədi ardıcıllıqda istifadə olunur. Yəni, hər birini ödəyir. Ədədi ardıcıllıqda AN-in düsturunu qeyd edək. AN bərabərdir A1 üstə gəlinsin N çıxılsın 1 vurulsun D-yə. Demək olar ki, bütün düsturlar bu düstur əsasında yaranır. Yəni, bu vacib düsturumuzdur. Məsələn, deyirəm ki, A5-i yazaq. A5-i yazmaq üçün A1-im qalacaq olduğu kimi. İndeksdəki ədəddən 1 çıxıram. 5-dən 1 çıxdım. 4, D. Və sualın şərtində A1-i D-ni özü verəcək və yaxud da A5 ilə A1-i verib D-ni soruşacaq. Belə həll edəcəyik. Ədədi silsilədə belə də yaza bilərik. Baxın, belə fikirləşmək mümkündür. Buradakı indekslə D-nin qarşısındakı rəqəmin cəmi həmişə bizim A5-imizi, yəni bu indeksi verir. Məsələn, A5-i belə də yaza bilərəm. A5 bərabərdir A2 üstə gəlinsin 3D-yə. 2 ilə 3-ü toplayıram, 5 eləyir, A5-ə bərabərdir. Və yaxud da A5-i yazıb belə yaza bilərəm. 4A, daha doğrusu üzürlü sayın, A4, üstə gəlinsin D şəklində də yaza bilərəm. 4-dür, D-nin əmsalı 1-dir, 4 ilə 1-in cəmi 5 edəcək. Belə də fikirləşmək mümkündür. Silsilədə AN ədədi silsilədə AN N-ci həddin düsturunu yazdıqdan sonra bəzi düsturlara da baxaq. M üstə gəlinsin M bərabərdir K üstə gəl L olarsa, AM üstə gəlinsin AM bərabərdir elə AK üstə gəlinsin AL-ə. Yəni, indekslər cəmi bərabərdirsə, bu indekslərin hədlərinin cəmi də bir-birinə bərabərdir. Buna aid misala sonda baxarıq. Bu bir düsturumuz. Sonra keçirik ilk N həddin cəminin düsturuna, yəni SN-ə. SN-in düsturu belədir. A1 ilə AN-i toplayırıq. İlk hədlə son həddi toplayıb 2-yə vurub, sonda N-ə vurmaq lazımdır. N isə buradakı indeksimizdir. Həmçinin bu düsturu, bu əsas düsturumuzdur. Bundan törəmə bir düsturda alınır. Necə? SN bərabərdir. A1 üstə gəlinsin. AN-in yerinə bayaqçı lazım olan düsturumuzu yazırıq. A1 üstə gəlinsin, N çıx 1 vurulsun D, bölünsün 2 vurulsun N. Aydındır ki, A1 ilə A1-i topladıqda 2 dənə A1, üstə gəlinsin, N çıx 1 vurulsun D, bölünsün 2 vurulsun N olacaq. Bu düsturumuz törəmə düsturumuzdur. Bu isə öz düsturumuzdur, bu isə törəmə düsturumuzdur. Törəmə düsturumuz birinci düsturdan alınır, yəni bizə AN-i verməsə, yəni sonuncu həddimizi verməsə, biz bu düsturla hesablayacağıq. SN dedikdən sonra keçirik nəyə? Ədədi ardıcıllıqlar, ədədi silsilə üzərində bəzi misallara baxaq. Ədədi silsilədə 6-cı suala baxaq. AN ədədi silsiləsində A3 verilib, D verilib, bizdən A1-i soruşur. Bayaq istifadə etdiyimiz düstur necə idi? A3-ü tapmaq üçün biz A1-in üzərinə M-1, yəni 3-dən 1 çıxıram, 2 D-ni gəlməliyəm.
A3-ü bizə verib 9. A3-ün yerinə 9 yazıram. A1-i biz tapmalıyıq. Üstə gəlinsin. D-ni isə 3 verib. 2-ni vuracağıq 3-ə. 9 bərabərdir A1 üstə gəlinsin. 2-ni 3-ə vurduqda 6. A1-i tapdıqda isə 9-dan 6 çıxmalıyıq 3. Deməli, birinci həddimiz 3-ə bərabər imiş. Yəni, cavabımız D variantı. Başqa misala baxaq. 17-ci misala baxaq. 17-ci misalda ədədi silsilədə 4-cü və 7-ci hədləri verib və silsilə fərqini soruşur. Buna aid bayaq bir düstur yazmışdıq. Silsilə fərqinin düsturu necə idi? AN çıxılsın, AM bölünsün, N çıxılsın, M idi. AM-i verib, AN-i verib bir-birindən çıxaq verilmiş hədləri. Yəni 18,6-dan çıxacağıq 6,3 və indeksləri fərqinə bölməliyik. İndeksləri 7 və 4 olduğu üçün 7 ilə 4-ün fərqinə bölməliyik. 18,6-dan 6,3 çıxaq. 6-dan 3 çıxdıqda 3, 18-dən 6 çıxdıqda 12. 7-dən isə 4 çıxdıqda edəcək 3. 12,3-ü 3-ə böldükdə isə cavab alınacaq 4,1. Yəni, cavabımız D variantıdır. Başqa misala baxaq. 39-cu misala baxaq. AN ədədi silsiləsində A1 5-ə bərabər, S20 480 olarsa silsilə fərqini tapın. Gələk ilk N həddin cəminin düsturunu yazaq. Sn bərabərdir necə idi? A1 var. A1 üstə gəlinsin. AN bölünsün 2 vurulsun N. Bizdən silsilə fərqini soruşduğu üçün silsilə fərqi ilə olan düsturu gəlin yazaq. 2A1 üstə gəlinsin N çıx 1 vurulsun D bölünsün 2 vurulsun N. Gətirib A1-i S20-nin yerinə 480 yazıram. 480 bərabərdir. 2A1, A1-imiz 5-dir. 2 dənə A1 dediyi üçün 2 vurulsun 5. Üstə gəlinsin. N-imiz 20 idi, çünki bizdən S20 tələb olunur. 20-dən 1 çıxacam, 19D. Silsilə fərqini biz tapacağıq. Bölünsün 2, vurulsun N. N-imiz neçədir? N S20 soruşduğu üçün N-imiz 20-dir. 20 ilə 2-ni gəlin ixtisar edək. 20-ni 2-yə böldükdə 10. Və biz buradakı surətdəki ədədi tapmaq üçün 480-i 10-a bölməliyik. 2-ni 5-ə vuraq birinci. 10 üstə gəlinsin 19D bərabərdir. 480-i 10-a böldükdə isə 48 alınacaq. 19D-ni tapmaq üçün 48-dən 10-u çıxacaq, edəcək 38. Buradan D-ni tapmaq üçünsə 38-ə 19-a böləcəyik. D alınacaq, 38-i 19-a böldükdə 2. Deməli, silsilə fərqimiz 2-yə bərabər imiş, yəni A variantı. Başqa misala baxaq. Məsələn, 33-cü misala baxaq. 33-cü misalda ədədi silsilədə ifadəsini verib, 0-a bərabər olan həddin nömrəsini tapın deyir bizə. Gəlin A80-i və A20-ni düsturdakı ifadəmizlə açaq. Necə olacaq? A80-in açılışı necə olurdu? A1 üstə gəl, N çıx 1. N-imiz 80 və 1-ni çıxmalı olduğumuz üçün 79D olacaq. Bölünsün, A20-ni açaq. A1 üstə gəlinsin, 20-dən 1 çıxırıq, 19D. Bərabərdir mənfi 1-ə. Mənfi 1-in məxrəci 1 olduğu üçün bunları çarpaz vuraq. A1 üstə gəlinsin, 79D bərabərdir. A1-i mənfi 1-ə vurduqda mənfi A1, 19D-ni mənfi 1-ə vurduqda mənfi 19D. A1-ləri bir tərəfə yığaq, hər tərəfi, yəni sağ tərəfin hamısını sol tərəfə keçirək. A1, mənfi A1 sol tərəfə keçdikdə müsbət A1, üstə gəl, 79D yerində qalsın. Mənfi 19D-ni sol tərəfə keçirdikdə müsbət 19D alınacaq.
bərabərdir 0-a. A1-in üzərinə A1 gəldikdə 2 dənə A1 üstə gəlinsin. 79-un üzərinə 19D gəldikdə eləyəcək 18. 7-nin üzərinə 1, 8, bir də yaddı 9. 98D bərabərdir 0-a. Hər tərəfi 2-yə bölmək ixtiyarımız var. Ona görə hər tərəfi 2-yə böləcəyik. 2A1-i 2-yə böldükdə A1 üstə gəl. 98D-ni 2-yə böldükdə 49D. 0-ı 2-yə böldükdə isə onsuz 0 alınacaq. A1 üstə gəl 49D 0-a bərabərdirsə, deməli bizim 50-ci həddimiz elə 0-a bərabər imiş. Niyə görə? Çünki A50-nin açılışı A1 üstə gəl elə 49D-dir. Çünki A1-i yazırıq, 50-dən 1 çıxırıq, 49D alınır. Deməli, bizim 50-ci həddimiz 0-a bərabər imiş və bizdən hansı hədd 0-a bərabər olduğunu soruşduğu üçün cavab 50-ci hədd, yəni D variantı olacaq. Ədədi silsiləyə aid başqa misala baxaq. Məsələn, baxaq 45-ci suala və yaxud da 31-ci suala. Ardıcıllıqlardan hansı ədədi silsilədir? Ədədi silsilə nə idi? Bir-birindən bir neçə vahid fərqlənən şəkildə olmalı idi. Hansı ədədi silsilə olduğunu soruşduğu üçün gəlin yerinə bir-bir rəqəmlər qoyaq. Məsələn, A-N-ə baxaq. Birinci hədd qoyaq. A1 bərabərdir 2-dən 1 çıxdıqda, gəlin tam ədədlər qoyaq, 2-yə bölünən ədəd qoyaq, işimiz asan olsun. Məsələn, 2 qoyaq. N bərabərdir 2 olduğu üçün N-in yerinə 2 yazaq. A2 bərabərdir 2-ni 2-yə böldükdə 1, 1-dən 3 çıxırıq, bərabər olur -2-yə. Sonra gəlin A4-ü tapaq və yaxud da A3-ü tapaq. A3-ü tapanda 3-ü 2-yə böldükdə 1,5 çıxılsın 3. 1,5-dən 3 çıxdıqda nə edir? -1,5. Dördüncü həddi tapaq. A4 bərabərdir 4-ü 2-yə böldükdə 2, 2-dən 3 çıxdıqda isə -1 alınacaq. Baxaq görək, bu hədlər bir-birindən eyni qədər fərqlənirmi? -1,5 -2-nin üzərindən nə gəldikdə və yaxud da -1,5-dən -2 çıxdıqda nə alınır? Mənfilər toqquşub müsbət olur. -1,5-in üzərinə 2 gəldikdə 2-dən 1,5 çıxırıq, edir 0,5 və böyüyün işarəsi müsbətdir deyə müsbət. İkinci hissəyə baxaq. -1-dən çıxaq görək -1,5 alınır 0,5. 2 mənfi olduğu üçün müsbət olacaq. -1-in üzərinə 1,5 gəldikdə isə 0,5. Deməli, silsilə fərqimiz 0,5 alındı hər ikisində. Demək, elə cavabımız A variantı olacaq. İndi isə həndəsi silsilə mövzusunun izahına baxaq. Həndəsi silsilə. Həndəsi silsilə ədədi silsilədən fərqli olaraq ikinci həddi birinci həddən bir neçə dəfə çox olan və yaxud bir neçə dəfə az olan ardıcıllıqlar şəklində verilməsinə deyilir. Məsələn, deyirəm 2, 4, 8, 16, 32 və s. Bu ədədlər bir-birindən 2 dəfə, 4-ü 2-yə vurduqda 8, 8-i 2-yə vurduqda 16, 16-nı 2-yə vurduqda 32. Bir-birindən 2 dəfə çox olduqları üçün belə ardıcıllığa, yəni silsiləyə həndəsi silsilə deyəcəyik. Həndəsi silsilədə əsas anlayışlarımız nələrdir? Əvvəlcə B1 adlanır birinci həddimiz. B2 adlanır ikinci həddimiz. Bn isə adlanır n-inci həddimiz. Ədədi silsilədə silsilə fərqi olduğu kimi, həndəsi silsilədə Q silsilə vurğumuz var. Silsilə vurğunu tapmaq üçün
B n-ci həddi, yəni özündən bir sonraki həddi özündən əvvəlki həddə bölmək lazımdır. Məsələn, deyirəm ki, B 5-ci həddi B 4-cü həddə böləcəm və yaxud da B 3-cü həddi B 2-ci həddə böləcəm. Baxın, burada ikinci həddim 4-dür, birinci həddim 2-dir. 4-ü 2-yə böldükdə tapırıq ki, silsilə vurğum 2-yə bərabər imiş. Silsilə vurğunun tapılma düsturu bu cürdür. Həndəsi silsilədə silsilə vurğunun tapılma düsturu bir düsturu da var. Q üstü n çıx k bərabərdir. Bn bölünsün bk-ya. Yəni bunun üstlərinin rəqəmləri fərqi n-ci həddin k-cı həddən nisbətinə bərabərdir. Silsilə vurğunu həndəsi silsilədə belə də tapmaq olar. Sonra keçirik həndəsi silsilədə Sn nədir? Həndəsi silsilədə Sn B1, yəni həndəsi silsilənin hədlərinin cəmlərinə bərabərdir. B1 üstəgəl B2 üstəgəl B-nə bərabərdir. Eyni qayda ilə Sn-in başqa yazsaq, üzrlü sayın. Daha doğrusu həndəsi silsilədə Sn-in tapılma düsturu və yaxud da P-ni desək, P-in ilk n həddin hasilidir. B1 vurulsun, B2 vurulsun, nöqtə nöqtə Bn. Yəni birinci həddən n-ci həddə qədər ədədlərin bir-birinə hasilinə bərabərdir. N-ci həddin, yəni Pn-dən hasildən danışdıqdan sonra gəlin biz keçək həndəsi silsilənin düsturlarına. Həndəsi silsilədə n-ci həddin tapılması ədədi silsilədə olduğu kimi, həndəsi silsilədə n-ci həddin tapılmasının düsturu belədir. B1 vurulsun Q-nün üstü n çıx 1-ə. Məsələn, deyirəm ki, B6 bərabərdir B1 vurulsun Q-nün üstü 6 çıx 1, yəni n çıx 1, 5-ə. Bunu necə yadımızda saxlayırıq? 1 ilə 5-in cəmi 6 edir və yaxud da bunu yaza bilərəm B1 vurulsun Q, daha doğrusu B2 vurulsun Q-nün üstü 4. 2 ilə 4-ün cəmi 6 edəcək. Və yaxud da deyirəm B5 vurulsun Q yaza bilərəm. Niyə görə? Çünki Q-nün üstü 1 deməkdir bu. 5 ilə 1-in cəmi bizə B6-nı verəcək. B6 bərabərdir B5 vurulsun Q-nün üstü 1 şəklində də yazmaq mümkündür. Həndəsi silsilədə nəyə keçək? Həndəsi silsilədə əgər Q 1-dən kiçik olarsa, yəni silsilə vurğumuz 1-dən kiçik olarsa, belə həndəsi silsiləyə sonsuz azalan həndəsi silsilə deyilir. Sonsuz azalan həndəsi silsilənin düsturu belədir. S bərabərdir B1 bölünsün 1 minus Q-yə. Yəni birinci həddi bölürük, 1 çıxılsın Q-yə. Bu düsturda bizə çox lazım olur. Q yəni 1-dən kiçik olduqda bu düsturumuz ödəniləcəkdir. Sonra keçirik bəzi düsturlara. Həndəsi silsilədə əgər n vurulsun n bərabərdir K plus L olarsa, Bm vurulsun Bm bərabərdir Bk vurulsun Bl olacaq. Yəni bu indekslərin cəmi bir-birinə bərabərdirsə, verilmiş hədlərin hasili də bir-birinə bərabər olacaqdır. Həndəsi silsilədə belə bir düsturumuz var. A1, daha doğrusu üzrlü sayım B1, B2 və Bn həndəsi silsilənin hədləri olarsa, B2-nin kvadratı bərabərdir B1 vurulsun Bn-ə. Yəni həndəsi silsilənin ortadakı həddi özündən əvvəlki ilə özündən sonraki həddin kök altısına bərabərdir. B2 bərabərdir kök altında B1 vurulsun B2-yə. Bu isə olur düsturlarımız. Əgər bizdən Sn həndəsi silsilədə tələb olunarsa, Sn-in düsturu belədir. B1 vurulsun Q-nün üstü n çıxılsın 1 bölünsün Q minus 1-dir. Bu düsturda vacib düsturlarımızdan biridir. Sn bərabərdir B1 vurulsun Q üstü n çıx 1 bölünsün Q minus 1 həndəsi silsilədə ilk n həddin cəmi düsturu adlanır. İndi isə həndəsi silsiləyə aid bəzi misallara baxaq.
Məsələn, həndəsi silsiləyə aid 4-cü misalımıza baxaq. 4-cü misalda B1 bərabərdir 48, B2 bərabərdir 24 olarsa, BN həndəsi silsiləsinin 8-ci həddini tapın deyir. 8-ci həddi soruşduğu üçün biz B8-in açılışını yazmalıyıq. B8 bərabərdir B1 vurulsun Q-nin üstü 7-yə. Gəlin əvvəlcə Q-nü tapaq, çünki bizə düsturda Q lazımdır. Q özündən əvvəlki və sonraki həddin əvvəlki həddə nisbətidir. Yəni B ikinci həddi B birinci həddə böləcəm. İkinci həddim 24-dür. Birinci həddim 48-dir. 24 ilə 48-i ixtisar edirəm. Alınır 2-də 1. Deməli, bizim Q-miz 2-də 1 oldu. B1-imiz də var. B8-i tapmaq üçün bu düsturdan istifadə edirik. B1 48-dir. 48 vurulsun. Q-miz 2-də 1 olduğu üçün Q-nün yerinə 2-də 1 yazaq. 2-də 1-in üstü 7. Bərabərdir. 48 vurulsun. Bu 7 hər ikisinə aiddir deyə 2-nin üstü 7. 1-in üstü 7. 1-in üstü 7. 1-i 7 dəfə bir-birinə vurduqda 1 alındığı üçün elə 1 yazıram. 48 vurulsun. 2 üstü 7-ni tapaq. 2 vur 2. Vurulsun 2. Vurulsun 2. Vur 2. Vur 2. Vur 2. 3, 6, 7. Aha. 2-ni 2-yə vurduqda 4, 4-ü 2-yə 8, 8-i 2-yə 16, 16-nı 2-yə 32, 32-ni 2-yə vurduqda 64, 64-ü 2-yə vurduqda 128-də 1. 48 ilə 128-i gəlin ixtisar edək. Gəlin əvvəlcə 4-ü ixtisar edək. 48-i 4-ə böldükdə 12, 128-i 4-ə böldükdə 32. 32 ilə 12-ni ixtisar edək 2-yə. Və yaxud da 4-ü ixtisar edək. 32-ni 4-ə böldükdə 8, 12-ni 4-ə böldükdə 3. Yəni, sonda cavabımız 8-də 3 alınacaq. D variantı. Həndəsi silsiləyə aid başqa misala baxaq. Məsələn, baxaq 8-ci suala. 8-ci sualda B1-i və Q-nü verib sonsuz azalan həndəsi silsilə deyir. Sonsuz azalan həndəsi silsiləmiz S idi. S bərabərdir B1 bölünsün 1 minus Q düsturundan istifadə edirdik. B1-imiz var, Q-müz var. Sadəcə düsturda yerinə yazıb hesablayırıq. B1 10-da 9-dur. B1-in yerinə 10-da 9 yazıram. Q-müz 10-da 1-dir. 1-dən çıxmalıyam Q-nü, yəni 10-da 1 bərabərdir. 10-da 9 surətdə qalsın, gəlin onu da 0-10-da 9 yazaq. 1-dən 10-da 1 çıxdıqda alınacaq 0,10-da 9. 0,10-da 9-u da 0,10-da 9-a böldükdə cavab 1 alınacaq. Deməli, sonsuz azalan həndəsi silsiləmizin cəmi 1-ə bərabər imiş. Yəni, cavab E variantı. Başqa misala baxaq. Məsələn, 46-cı suala baxaq. 46-cı sualda cəmini tapın deyir. Maraqlı sualdır və buraxılışa çox düşmüş tipdə bir misaldır. Bizdən cəmini soruşur, amma bizdə görürük ki, nöqtələr var, amma son yoxdur. Deməli, sonsuz azalan həndəsi silsilə var burada. Amma hansı bir nöqtədən başlayır o həndəsi silsilə, biz onu bilmirik. Biz fikirləşməliyik. 4-ü qıraqda saxlayıram. Digərindən sonra gələnlərə baxıram. 4-dən sonra gələnlərə baxıram. Baxıram ki, 4-dən sonra 4-də 1 gəlib, ondan sonra 8-də 1 gəlib, ondan sonra 16-da 1 gəlib. Bunlar bir-birindən hər biri 2-də 1 dəfə çoxdur. Yəni, deməli, bizim silsilə vuruğumuz elə 2-də 1-ə bərabər imiş. Çünki 4-də 1-i 2-də 1-ə vurduqda 8-də 1, 8-də 1-i 2-də 1-ə vurduqda 16-da 1 və s. 16-da 1-dən sonra 32-də 1 və davam edəcək. Biz burada 4-də 1-dən sonranı hesablayırıq deyə birinci həddimizi 4-də 1 götürürük. Yəni, B1 bərabərdir 4-də 1-ə. Sonsuz azalan həndəsi silsilə olduğu üçün S bərabərdir B1 bölünsün 1 minus Q düsturundan istifadə edirəm.
B1'imiz aydındır, 4də 1-dir. Q'miz isə 1 çıxılsın Q, yəni 2də 1 olacaq. Bərabərdir. 4də 1 olduğu kimi surətdə qalsın. 1-dən 2də 1 çıxdıqda isə 2də 1 alınacaq. 4də 1-i 2də 1-ə böldükdə isə 4də 1 olduğu kimi qalsın. Bölmə olduqda tərsinə çevirib vurduğumuz üçün 2də 1 yox, 1-də 2-yə vuracağıq. 2 ilə 4-ü isə ixtisar edək. 2-ni 2-yə böldükdə 1, 4-ü 2-yə böldükdə 2. 2-ni 1-ə vurduqda 2, 1-i 1-ə vurduqda 1. Yəni cavabımız 2də 1 alınacaq. Sonda 2də 1-i tapdıqdan sonra biz 4-ü axı qıraqda qoymuşduq. O 4-ü də onun üzərinə əlavə etməliyik. 4-ün üzərinə də 2də 1 gələcəyik. 4 tam 2də 1 alınacaq. 4 tam 2də 1-i onluq kəsirlərlə cavablar verildiyi üçün 4 tam 2də 1 bərabərdir. 4 tam 10-da 5-ə. Yəni cavabımız B variantı olacaq. Başqa bir misala baxaq. 49-cu misala baxaq. Hədləri müsbət olan həndəsi silsilədə B3 bərabərdir 12, B5 bərabərdir 48 olarsa, silsilənin ilk 5 həddinin cəmini soruşur. İlk 5 həddin cəmi dediyi üçün deməli biz S5-i tapmalıyıq. S5 bərabərdir suala. B3-cü həddimiz var, B5-ci həddimiz var. Gəlin silsilə vuruğumuzu tapaq. Görək silsilə vuruğumuz neçəymiş. Düsturdan istifadə edirəm. Düstur necə idi? Q n çıxılsın K bərabərdir BN bölünsün BK-ya. Yəni Q-nün üstü 5 çıxılsın 3, 2 bərabərdir. BN 48 bölünsün 12-yə. 48-i 12-yə böldükdə 4 alınacaq. Q kvadratı 4-ə bərabər olduğu üçün deməli Q 2-yə bərabərdir. Amma burada müsbət mənfi 2-yə bərabərdir. Sualın şərtində hədlərin müsbət dediyi üçün biz də Q-müz mənfi olduqda hədlərimiz mənfi alınacaq deyə, bəzi hədlərimiz mənfi alınacaq deyə Q-nü mənfi 2 yox, müsbət 2 götürəcəyik. İndi keçirik ilk 5 həddin cəminin düsturuna. S5-in düsturu necə idi? B1 vurulsun, Q-nün üstü N. N-imizi 5 verib bizə. Q üstü 5 çıxılsın 1. Bölünsün Q minus 1-ə. Bərabərdir. B1-imiz var idi. B1-imiz yoxdur. Gəlin biz B1-i tapaq. B3-ümüz 12-yə bərabərdir. B3 bərabərdir. B1 vurulsun Q-nün kvadratı deməkdir. B3-ümüz 12-yə bərabərdir. B1 vurulsun Q-nün kvadratı. Q-müz 2 idi. 2-nin kvadratı da edəcək 4. B1 də bərabərdir. 12-ni 4-ə böləcəyik, edəcək 3. Deməli, birinci həddimiz 3 imiş. Birinci həddin yerinə 3 yazırıq. Vurulsun. Q-nün üstü 5. Silsilə vuruğumu tapmışdım ki, 2-dir. Yəni, 2 üstü 5. Çıxılsın 1. Bölünsün. Q-miz 2 olduğu üçün 2 çıxılsın 1 olacaq. Hesablayaq. 3 vurulsun qalsın. 2-ni 5 dəfə bir-birinə vuraq. 2 vur, 2 vur, 2 vur, 2 vur, 2. 2-ni 2-yə vurduqda 4, 4-ü 2-yə vurduqda 8, 8-i 2-yə 16, 16-nı 2-yə vurduqda 32 alınacaq. Deməli, 2 üstü 5-imiz 32 alındı. 32 çıxılsın 1. Bölünsün 2-dən 1 çıxdıqda isə onsuz 1 alınacaq. Bütün ədədləri də 1-ə böldükdə onsuz özü alınacağı üçün bunu hesablamaya ehtiyac yoxdur. Məxrəci yazmıram. 3 vurulsun. 32-dən 1 çıxdıqda 31. 3-ü də 31-ə vurub son nəticəmizi tapacağıq. 3-ü 31-ə vurduqda 93 edəcək. Yəni cavabımız 93 imiş. E variantı. Həndəsi silsilədə əsas bir məqama da toxunmaq istəyirəm. Həndəsi silsilədə dedik ki, ilk n həddin hasili Pn ilə işarə olunur. Pn bərabərdir, düsturu belədir. B1 vurulsun Bn üstü n. B1 nədir? Birinci həddimiz, bayaq qeyd etmişdik. Bn nədir? N-ci həddimiz. Bir misala da baxaq.
Məsələn, baxaq 55-ci suala. Həndəsi silsilədə B4 çıxılsın B2 bərabərdir 24-ə, B3 çıxılsın B1 12 olarsa, silsilə vuruğunu tapın. Gəlin B4 çıxılsın B2-ni yazaq, bərabərdir 24 verib. B3 çıxılsın B1-i isə bizə 12 verib. Gəlin bunları sistemə alaq. B4-ü düsturda BN-in düsturu kimi açaq. B1 vurulsun Q-nün üstü 3 olacaq. Niyə? Çünki 4-dən 1 çıxırdıq üstü tapanda. Çıxılsın. B2 isə olacaq B1 vurulsun Q-nün üstü 2-dən 1 çıxdıqda Q üstü 1. Q üstü 1 olduqda Q deməkdir. Elə ona görə Q yazdım. Bərabərdir 24-ə. İkincini açaq. B3, B1 vurulsun Q üstü 2'dir. Nəyə görə? Çünki 3'dən 1 çıxdım, 2 yazdım üstünü. Çıxılsın, B1 olduğu kimi qalsın, bərabərdir 12'yə. Hər tərəfdən ortaq vuruğu mötərizə xaricinə çıxaraq, baxırıq ki, birinci ifadədə B1'lər ortaqdır. Və Q kubu ilə Q-dən isə ortaq vuruq Q-nü çıxara bilərik. B1'i çıxardıq, Q-nün kubundan Q-nü çıxardıq, Q-nün kvadratı qaldı içində. B1 Q-nü də çıxartdığım üçün B1 Q-nü B1 Q-yə böldükdə 1 alınacaq. Bərabərdir 24'ə. İkinci ifadədən B1'i ortaq vuruq çıxaraq. B1 hər ikisində ortaq olduğu üçün B1'i çıxarıram. Yerdə Q kvadratımız qalır mötərizənin daxilində. Çıxılsın, B1'i B1'ə böldükdə isə 1. Bərabərdir 12'yə. Gəlin bu sistem tənlikdə hər iki tərəfi bir-birinə bölək. B1 Q-nü B1'ə böldükdə B1'lər islah, yəni ixtisar edəcək, daha doğrusu Q alınacaq. Q kvadratı çıx 1'i Q kvadratı çıxılsın 1'ə böldükdə isə 1 alınacaq, ixtisar edəcək. 24'ü isə 12'yə böldükdə 2 alınacaq. Ona görə də deməli bizim silsilə vuruğumuz 2'yə bərabər imiş. Yəni cavab B variantı. Başqa misala baxaq. Məsələn, 59-cu suala baxaq. $59-cu sualda bizə hədləri verib, həndəsi silsilədə 59-cu sualda üzrlü sayın. 59-cu sualda bizə ikinci və üçüncü hədləri verib. S14 bölünsün S7-ni soruşur. Gəlin görək bu misalı necə yazacağıq. Əvvəlcə S14 və S7-nin düsturlarını açaq. Gəlin S14'ü yazaq, görək necə yazmalıyıq. S14'ün düsturu necə idi? Yəni SN-in düsturu. B1 vurulsun Q-nün üstü N. Q-nün üstü N. N'imiz 14 olduğu üçün Q üstü 14 çıxılsın 1 bölünsün Q minus 1. S14 və S7'nin nisbətlərini soruşur deyə gəlin S7'ni də tapaq. S7 bərabərdir B1 vurulsun Q-nün üstü N. N'imiz 7 olduğu üçün Q üstü 7 çıx 1 bölünsün Q minus 1 olacaq. Lakin bunların Q-ləri həndəsi silsilə eyni həndəsi silsilədir deyə təbii ki B1'ləri və Q-ləri eyni ədədlər olacaq. Bunların nisbətlərini bir-birinə yazaq. S14 bölünsün S7 bərabərdir. B1 vurulsun Q-nün üstü 14 çıxılsın 1 bölünsün Q minus 1. Böldükdə tərsinə çevirib vururuq deyə ikinci ifadəni tərsinə yazıram. Q çıxılsın 1 bölünsün B1 vurulsun Q-nün üstü 7 çıx 1. Q minus 1'lər ixtisar edəcək. B1'lərimiz ixtisar edəcək. Bərabərdir. Sonda qalacaq Q üstü 14 çıxılsın 1 bölünsün Q üstü 7 çıxılsın 1. Lakin bizim Q'müz yoxdur. Gəlin Q'nü tapaq. Q'nü necə tapacağıq? Silsilə vuruğunu tapanda bilirik ki, özündən sonraki həddi özündən əvvəlki həddə bölmək lazımdır. Yəni 2'ni böləcəm B2'yə.
7-ci dərəcədən kök altında 2 üstü 6. 2 qalsın. Bunu 2-ni yazıram 7-də 6. Çünki biz bilirik ki, n-ci həddə üstünü şəkildə 6/7 şəklində yazmaq mümkündür. 2-nin üstü 1-dir, 2-nin üstü 7-də 6-dır. Əsaslar eyni olduğundan üstlər çıxılacaq, böldükdə alınacaq 2 üstü. 1-dən 7-də 6 çıxdıqda 7-də 1. Bu olduğu kimi qalsın. Q-nü tapdıq. 2 üstü 7-də 1. Gətirək yerinə yazaq. Q-nün üstü 14. Yəni Q-müzü isə bizə tapmışdıq ki, neçədir? 2-nin üstü 7-də 1. Q-nün yerinə 2 üstü 7-də 1 yazdıram. Onun da üstü neçə? 14. Çıxılsın 1, bölünsün Q üstü 7. Q'müz 2 üstü 7-də 1'dir. Onun da üstü 7, çıxılsın 1 olacaq. Bərabərdir. 7 ilə 14'ü qüvvətin üstü qüvvət olduqda, qüvvət üstləri bir-birinə vurulur deyə, 14'ü 7-də 1'ə vurduqda 14'ü 7'yə bölürük 2, 2'ni də 1'ə vuranda 2. Yəni 2'nin üstü 2, çıxılsın 1. Qüvvətin üstü qüvvət olduğundan 7'ni 7'də 1'ə vurduqda 1 alınacaq. 2 üstü 1 çıxılsın 1. Bərabərdir. 2 üstü 2 4 edir. 4'dən 1 çıxanda 3 alınır. 2'dən 1 çıxdıqda isə 1 alınır. Kəsir işarəsi bölmədir deyə 3'ü 1'ə böləcəyik. Cavab edəcək 3. Yəni 59-cu sualda cavabımız 3, C variantı olacaq. Həndəsi silsilə, ədədi ardıcıllıq silsilə mövzusunun izahının sonuna çatdıq. Ümid edirəm ki, bu video sizin üçün çox xoş olar. Sağ olun.